Gözəl evlər silsiləsindən yenə gəldi. Şuvalanda yox. Bir də evimizin fasadını çək görsət. Hörmətli izləyicilər, bəyənin düyməsini basın. Çünki bəyənin işarəsini basmama özü günah bu evə. 11 sotun içində belə bir möhtəşəm 11 sot ya. Villamız çıxıb satışa. Başlayaq giriş qapısından. Putla idarə olunan qapı olmadı. Belə açıq. İçəri. Və qarajımız. Nə qəşəng gün çıxır. Qiyməti aşağıdan qeyd edəcəm. Evimizin start qiyməti 850 mindir. Niyə? Ağaçlara bax. Gör nə gözəllik. Buna bax. Belə işıqlandırması da var, belə panorar da var. Çox qəşəng evdir. Skameykalarından tutmuş varıdır. Daşma hovuz. Bu krokodilla qoyublar ki, uşaqlar qorxsun. Baseynə gəlməsinlər də yəni. Sonra lirjankalar, istirahət yeri, mangal, tabançıq daşlı üzlənliyib, estağfurullah, ağlay. Bura veranda və burada mətbəxidir. Gəlmək münasibəti ilə stol da açılıbdır. Mətbəx mebeli varıdır. Evin təmirinə söhbət yoxdur. İndi özünüzlə onu görəcəksiniz. Gəl. Kim alsa Allah xeyir versin. 850 min manat. Sənədlər qaydasında kopça çıxarışdır. Sotu da ki 11 sot yaxşı ölçüdür. Deməli, hovuzumuz, baseyn 2 hissədən ibarət, sağ sol. Burada belə keçiddir və burada belə akvarium kimi tunel düzəldir iki tərəfdən. Gecə bilirsiniz nə tərəf buranın qəşəng görüntüsü var. Çox adam elə bilir ki, suyun üstündən, üzərindən gedir. Ora mətbəxidir, mətbəxdən çölə çıxış var, qonaq otağıdır. Bax, qonaq otağından da çölə çıxış var, qapısı var. Bir dənə fasad görünüşünü çək. Getdik, buyur. Buyur qardaş, buyur, buyur, buyur. Giriş hissəsi dolab, dərin 2-3 seksiyadan ibarətdir. Birinci nəzər yetirək mətbəxinə. Gəl. Mətbəximiz. Mətbəx mebeli var. Soyuducu. Staleşnitsa. Həm staleşnitsadır. Həm də burada stolu var belə. Bu belə interesini düzəldiblər. Bura staleşnitsadır. Bu stolu da buradadır. 2 hissədən ibarətdir. Qonaq otağımız. Bir dənə çıx çırağı, bir dənə çək görsər. Bilən bilir. Təbii ki, aşağı yeri olacaq. Stol, stul, divan, plazma, televizor. Getdik. Hətta belə patnos da qoyublar var. Hər şey var. Mətbəxdən yeməyi gətirib qoyursunuz stola. Deməli, baxaq nəzər yetirək bu yataq otağına. Birinci yataq otağına. 4 yataq otağıdır. Yataq dəsti var, krem rəngdədir. Hamam tuvaletinə baxaq. Yaxşı. Koridor mətbəxi keramika qranitdir, otaqlar laminatdır. İkinci yataq otağı. Bu yataq otağının sanuculuğu yoxdur. 2 oğlan uşağı üçün əla. Bu 3-cü yataq otağıdır. Bax, pazakonniklər keramikadır ya. Yəni, plasmasdan deyil.
Bura həm qardirovdur. Ha bura. Şifaner. Ha paltar yığanda var burada. Samsung. Bu da sanuzeldir. Dördüncü yataq otağına baxaq. Deməli, koridorda bir dənə də ümumi sanuzeli var. Hamamdan ayaq olsun, bu da genişdir ya. Nə qəşəng moydadırdır. Qarışlı ürəkdə. Və sonuncu yataq otağı. Buradan da çölə çıxış var. Qapısı var yani. Düzdür, video başlayanda mən dedim qonaq otağı, bura yataq otağı. 850.000. Aşağı yeri olunacaq. Bu günə bu qədər, sağ olun, minnətlər.